Bura Əlincək kəndidir. Mərəndin homəsində. Qəbristanda çox qoşlardan var idi mütəəssifanə. Zaman geçdikcə aradan getdilər və bir sərə insanlar fikir etdilər ki, bunlarda zətdə bir atiqədən ya bir qızıldan bir şeydən vardı və çoxlu bir cür qoşlar ki məzarların üstündeydi, onları aradan apardılar, patlattılar. Daha fikirləşdilər ki, bir şey ələ gətirə bilərlər. Maalesef ki, bir şey tapamadılar və qəbristanda çoxlu da aradan gedibdi. Bunlar da görürsünüz neçə ayrı mövlüdlərdilər ki, bu cürsə yıxılıblar baş üstə. Bir şeylərin başlarını sındırıblar. Bir şeylərdə ki, bu cür arxa üstündə yatıblar yerə. Bunlardan çox var idi qədim. İndi mən şayət onlardan çox burada bu qəbristanda tapa bilməyəm. Bu daşlarda da gözə çəkir bir sembol əlamət var. Bu hər üç daşda da elə vardı. Yol. Bir dairə ortaqda vardı. 1, 2, 3, 4, 5, 6, 7, 8 dana. Səhv eləməsəm 7, 8-ci ortada burada olmayacaq ya yarıdan gedibdi. 8 dana da dairə onun dövrəsində var. İndi bilmirəm nə əlaməti imiş o zaman. Bir tayfanın əlaməti imiş ya bunların bir qəbilənin o araşdırmaq lazım. Bu məzar daşlarının üstündə bir seri adlar da vardı. Ərəb əlifbası ilə yazılıblar. Mən oxuya bilmədim. İnşallah vaxt olsa bunları bir vaxt oxuyaq. Əziz yoldaşlardan da oxuya bilsələr, yardımcı olsalar yaxşı olar. Bu da bir ayrısıdır. Bunun üstündə mən bir yazı tapamadım. Şayət o əlində yazı var imiş ki, düşüb topraq üstünə.